mərkəzlərindən biri də Fransa İsveç sərhədində yerləşən Cerindir. O 100 metr dənizdə 27 km uzunluğunda yerləşir. Bura nüvə tədqiqat mərkəzidir. Atomların bəzi isotopları davamlı halda bəzi isotoplar çox davamsız olur. Onların nüvələr zaman keçdikcə parçalanır və başqa atoma çevrilir. Və bu zaman ətrafa kütle miqdarı enerji yayılır. Bu hadisə radioaktivlik, bu izotoplar isə radioaktiv izotoplar adlanır. Bu hadisə atomun nüvəsini başqa neytron atomlarla toqquşdurduqda da baş verir. Bunun üçün nüvə reaksiyaları deyilir. Belə izotoplardan biri də uran-235 izotopudur. Uran-235 izotop 1 kilogram uran-235 izotopundan əldə olunan enerji 3000 ton kömürün tam yanmasından alınan enerjiden çox olur. Uran-235 izotopunda həmçinin atom bombalarında da istifadə olunur. Uran-238 izotopunda isə yer kürəsinin yaşını hesablanmasına istifadə olunur. Karbon 14. Canlı qalıqların yaşını hesablanmasına. Bəli, ölmüş qalıqların yaşını təyin edirlər. Sonra yer kürəsinin yaşına bağlı bayaq məlumat verdiniz. Daha doğrusu karbon 14 izotopunun parçalanmasına bağlı. Karbon 14 izotopunun bir yarısı parçalanmasına 5730, qalan hissəsinin yarısının parçalanmasına 25730. Bu hadisəni tam başa çatmaq üçün 55 min lazım olur.